eləyəcəm. Əgər cümlənin sonunda gəlibsə, bu ki, bağlayıcı nə demişik? Sözlər və cümlələr bir-birinə bağlayır. Sonda gəlirsə, bu necə bir-birinə bağlasın ki? Bu olacaq ədat, qüvvətləndirir. Mən onu bilmirəm ki, tutalım, cümlə bitdi. Mən nəyisə bir-birinə bağladım mı? Yox. Sadəcə mən onu bilmirəm, deyə də bilirəm də. Buradakı ki, ədat olur. Bunu çıxdım. Əgər görürsənsə, kidir və özündən sonra vergül qoyulub, yaxşı, durğu işarəsi buraxılıbsa, özündən əvvəl baxacaqsan, cümlənin xəbəri olmalıdır. Yəni, özündən əvvəl bir cümlə bitməlidir ki, başqa bir cümləni bir-birinə bağlasın. Çünki biz dedik ki, tabeli bağlayıcılar mütləq tabeli mürəkkəb cümlələri bir-birinə bağlayır. Tabelsiz dedik, həmcin sözləri bir-birinə bağlaya bilər. Amma tabelinin şərti mürəkkəb cümləni bağlamalıdır. Yəni, sadə cümlələri bir-birinə bağlasın ki, mürəkkəb cümlə adlansın. Məsələn, Ülkər bilir ki, gördün, kidən əvvəl nə oldu? Xəbər, bilmək. Ülkər nəyi bilir? Dərslərini yaxşı oxumalıdır. Bu belə. Kidən əvvəl xəbər. Mən ki bilirəm, dərslərimi yaxşı oxumalıyam. Mən ki sözündəki ki ədatdır. Çünki kidən əvvəl nə var? Mən. Cümlə bitməyibdir. Sadəcə məni qüvvətləndirmişəm. Mən bilirəm, dərslərimi yaxşı oxumalıyam. Bu belə. Yəni ki bağlayıcı da ola bilir, ədat